Uşaqlar, 2023-cü ildə 11-ci sinif buraxılış imtahanında istifadə olunan sualımıza baxaq. Deməli, deyir ki, söhbətlərdən çıxan nəticə budur ki, indi savadlı mütəxəssislərə çox böyük ehtiyac var. Cümləsi ilə bağlı səhv fikri seçək. Baş cümlə təyin mübtəda xəbər sxeminə uyğundur. Deməli, iki bağlayıcısına işlənir. Eləcə yenicə də qoya bilmirəmsə, deməli nədir? Birinci baş cümlədir, eləmi? İkinci də budaq cümlədir. Sxem budaqdan başa doğru gedir. Sonra, demək, bu doğru fikirdir. Bunu götürə bilmirəm avtomatik olaraq. Baş cümlə təyin mübtəda xəbər. Baxaq, demək, budur ki, nə? Nəticə. Hansı nəticə? Söhbətlərdən çıxan fe'l sifət tərkibi. Nə oldu? Təyin mübtəda xəbər. Bu doğru fikirdir. Getdi. Budaq cümlə təyin tamamlıq xəbər sxeminə uyğundur. Baxaq. Demək, var nə? Ehtiyac. Eləmi? Kimə? Mütəxəssislərə. Hansı mütəxəssislərə? Savadlı. Nə zaman ehtiyac var? İndi. Demək, nə qədər ehtiyac var? Böyük. Bu da oldu zərflik. Demək, budaq cümlə təyin, tamamlıq, xəbər sxeminə uyğundur fikri oldu, yanlış fikir. Cavabımız oldu B variantı, sxeminə uyğun gəlməli. Baş cümlə ismi xəbərlidir. Budur ki, bəli, ismi xəbərlidir. Budaq cümlə baş cümlə bağlayıcı ilə bağlanıb, bəli, ki bağlayıcısı ilə bağlanıb. O da doğru fikir. Ona görə cavabımız olacaq B variantı.